Salam əziz və dəyərli müəllimlər. Deməli, MIQ imtahanı üçün nəzərdə tutulan advanced səviyyəli deməli mətn testlərindən gəlin keçid alaq. Qeyd edim ki, bu testlər eyni zamanda sertifikasiya imtahanı üçün də keçərlidir. Çünki sertifikasiya imtahanında həm asan, həm də bu tipli advanced səviyyəli mətnlərdə rast gələ bilirik. Ona görə də həm MIQ, həm sertifikasiyaya hazırlaşan müəllimlər bu testləri edib izahlarına qulaq assa, düşünürəm ki, çox faydalı olar. Gəlin birinci mətnimizlə başlayaq. In recent years, the concept of remote work has transformed traditional enjoyment structures. Deyir, son illərdə uzaqdan remote work, yəni uzaqdan iş anlayışı, ənənəvi məşğulluq strukturlarını dəyişib. While many employers appreciate the flexibility and work-life balance deməli it offers, companies are facing new challenges in maintaining team cohesion and managing productivity. Deməli ki, bir çox işçilər onun verdiyi çeviklik və iş-həyat balansını bəyənirlər. Bax, many employers. Bir çox işçilər onun verdiyi çeviklik, flexibility və iş-həyat balansını bəyənirlər. Appreciate, dəyərləndirirlər, yəni. Amma companies, baxın burada deyir ki, amma şirkətlər komanda birliyini qorumaq və məhsuldarlığı idarə etməkdə çətinlik çəkirlər. Team cohesion, yəni komanda birliyini qoruyub saxlamaq və məhsuldarlığı idarə etməkdə çətinlik çəkirlər. This shift has also led to discussions about mental health and the blurring of boundaries between personal and professional life. Bu dəyişiklik, yəni shift, bu dəyişiklik həmçinin psixi sağlamlıq, yəni mental sağlamlıq və şəxsi həyatla bağlı, deməli, şəxsi həyatla peşəkar həyat arasında, daha doğrusu, baxın, between personal and professional life. Şəxsi və professional həyat, deməli, şəxsi həyatla peşəkar həyat arasında sərhədlərin blurring, qarışması ilə bağlı müzakirələrə səbəb olub. Yəni, bu müzakirələrə aparıb çıxarıb. Gəlin, baxaq birinci sual. Birinci mətnlə bağlı olan sualımıza. What is one issue companies face due to remote work? Uzaq işlə bağlı, yəni uzaqdan idarə edilən iş səbəbi ilə şirkətlərin qarşılaşdığı bir problem hansıdır? Increased office rental cost. Burada deyir ki, idarənin artan idarənin kirayə xərcləri ya da ofis icarə xərclərinin artması. Difficulty in managing productivity. Məhsulların idarə edilməsində çətinlik. İnternetə, lack of internet access, internetə deməli, çıxışın olmaması. Decrease in job applicants, işi üçün müraciət edənlərin sayında azlıq, yəni sayının azalması. More travel expenses, səyahət xərclərinin artması. Bu qeyd olunanlardan təbii ki, biz burada məhsuldarlığın qorunub saxlanmasında olan çətinliyi gördük. Yəni, B variantımız düzgün cavabdır. Çünki baxın, burada deyirdi ki, onlar yeni çətinliklərlə uzlaşırlar. Baxın, managing productivity, məhsuldarlığın idarə olunması və yaxud da ki, deməli, komanda belə deyək, birliyinin qoruyub saxlanmasında və məhsuldarlığın idarə olunmasında çətinliklər rastlaşırdılar. Və verilən variantlarda B variantı məhsulların idarə edilməsində çətinlik olduğu üçün B düzgün cavab olacaq. İkinci testimizə baxırıq. Artificial intelligence is revolutionizing industries from healthcare to transportation. Süni intellekt səhiyyədən nəqliyyata qədər bir çox sahəni inqilabi şəkildə dəyişir. Deməli, it offers unprecedented efficiency and problem-solving capabilities. Demək deyir ki, bu görünməmiş səmərəlilik və problem həll etmə imkanlarını təklif edir. Saysız hesabsız, belə deyək, saysız hesabsız səmərəlilik və problem həll etmə imkanları təklif edir. However, experts warn about ethical concerns such as bias in algorithms and the loss of human oversight. Deməli, lakin mütəxəssislər algoritmlərdəki qərəz və insan nəzarət etməsi kimi etik məsələlər barədə xəbərdarlıq edirlər. Balancing innovation with responsibility remains a major concern. Yeniliyi məsuliyyətlə balanslaşdırılmaq, baxın, innovation with responsibility. Yeniliyi məsuliyyətlə balanslaşdırmaq əsas narahatlıq olaraq qalır. What is one concern experts have about AI, yəni Artificial Intelligence. Mütəxəssislərin süni intellektlə bağlı narahat olduğu məsələlərdən biri hansıdır? It reduces internet speed. Bu deyir, internet sürətini azaldır. Belə bir məqam yox idi. It increases paper usage. Kağız istifadəsini artırır. Belə bir məqam da yox idi. It may contain bias algorithms. Algoritmlərdə qərəz ola bilər. Bəli, C variantı düzgün cavabdır. Hansı ki, bax burada biz
Burada narahatlıqlardan söhbət gedirdi. Bunlardan biri də alqoritmlərdə olan qərəzdən idi. Deməli, C düzdür. It takes longer to make decisions. Qərar vermə prosesini ləngidir. Yəni, uzun müddət tələb olur. Bu da belə bir məqam yox idi. It discourages education. Bu təhsili ruhdan salır, yəni təhsili gözdən salır, həvəssiz edir. Belə bir məqam da yox idi. Deməli, C düzgün cavabdır. Üçüncü mətnimizə baxırıq. Climate change is no longer a distant threat, but a present reality. İqlim dəyişikliyi artıq uzaq bir təhlükə deyil, reallıqdır. Rising sea levels, extreme weather events, and changing ecosystems are evidence of a warming planet. Dəniz səviyyəsinin qalxması, ekstremal hava hadisələri və dəyişən ekosistemlər planetin istiləşməsinin sübutudur. Scientists urge governments to reduce carbon emissions, invest in renewable energy and promote sustainable practices. Alimlər hökumətləri karbon emissiyalarını azaltmağa, bərpa oluna bilən enerjiyə sərmayə qoymağa, pul yatırım etməyə və dayanıqlı təcrübələri təşviq etməyə çağırırlar. Sualımıza baxaq. According to the text, what is one sign of climate change? İqlim dəyişikliyinin sübutu, işarələrindən biri hansıdır? İqlim dəyişikliyinin. Decrease in global population. Yəni, dünyada əhalinin azalması. Belə bir məqam yox idi. Increase in literacy rate. Savadlı səviyyəsinin artması. Belə bir məqam da yox idi. Extreme weather events. Bəli, ekstremal hava şəraitlərinin olması. Bax, burada qeyd olunmuşdu. Deməli, extreme weather events, ekstremal hava şəraitləri istiləşən planetin bir sübutudur. Yəni, iqlim dəyişikliyinin bir sübutudur. Daha sonra baxırıq. Growth in fossil fuel use. Burada deyir, fasiləsiz şəkildə fosil yanacaqların istifadəsi. Yəni, belə deyib, fosil yanacaqlarının istifadəsində olan artım, belə bir məqam yox idi. High education funding, ali təhsil üçün ayrılan vəsaitin artması, belə bir məqam da yoxdur. C düzgün cavabdır. Dördüncü testimizə baxırıq. Space exploration has entered a new era, with private companies launching missions previously managed only by governments. Kosmosun araşdırılması yeni mərhələyə keçib. Özəl şirkətlər əvvəllər yalnız hökumətlər tərəfindən həyata keçirilən missiyaları başa çatdırırlar. This shift could accelerate innovation and reduce costs. Bu dəyişiklik yeniliyi sürətləndirər və xərcləri azalda bilər. However, it also raises questions about regulation, safety and the commercialization of space. Lakin bu həm də tənzimləmə, təhlükəsizlik və kosmosun kommersiyalaşdırılması ilə bağlı suallar doğurur. Deməli, kosmosun araşdırması yeni bir mərhələyə keçib dedik. Özəl şirkətlər əvvəllər yalnız hökumətlər tərəfindən həyata keçirilən missiyaları başa çatdırırlar. Yəni, bu missiyalar əvvəllər hökumət tərəfindən həyata keçirilirsə, indi artıq özəl şirkətlər də bu işlə məşğul ola bilir. What concern is raised about private space missions? Özəl kosmik missiyalarla bağlı narahatlıq nədir? Yəni, artıq dünya, belə deyək, hökumət səviyyəsində deyil. Özəl şirkətlər də bu işlə məşğul olur. Bəs bunun törətdiyi, yaratdığı narahatlıq nədir? They increase airline traffic. Hava yollarında nəqliyyatı artırırlar. Belə məqama rast gəlmədik. They delay scientific progress. Elmi irəliləyişlər gecikdirirlər. Belə bir məqama rast gəlmədik. They lack proper regulation. Kifayət qədər tənzimləmə, yəni belə deyək, kifayət qədər tənzimləmə yoxdur. Belə deyək, düzgün bir tənzimləmə yoxdur, yəni. Və burada baxırdıq ki, burada regulationla bağlı problemləri qaldırır. Hansı ki, belə bir suallar doğurur. Təhlükəsizliyi, təhlükəsiz olması, regulation məsələn tənzimlənməsi və yaxud da kosmosun deməli kommersiyalaşdırılması kimi suallar doğururdu. Yəni bir narahatlıq yaradırdı. Bunlardan biri də nədir? C variantımız burada düzgün cavabdır. Yəni tənzimləmə ilə bağlı, hansı ki burada qeyd olunmuşdur. Regulation. They reduce government income. Onlar dövlət gəlirlərini azaldırlar. Belə bir məqam yoxdur. They are cheaper but less popular. Daha ucuzdurlar, amma daha az məşhurdurlar. Yəni belə bir məqamda ümumiyyətlə ucuz baha olması ilə bağlı. O qədər də biz bir məqama rast gəlmədik. Əksinə burada belə bir şey vardı ki, bu dəyişim yeniliyi sürətləndirir və reduce cost, xərcləri azaldır. 5-ci testə baxırıq. The rise of social media has altered how people form opinions and consume news. Sosial medianın yüksəlişi insanların fikirlərini necə formalaşdırdıqlarını və xəbərləri necə qəbul etdiklərini dəyişib. Algorithms prioritize content that aligns with users' beliefs, potentially creating echo chambers. Algoritmlər istifadəçilərin inanclarına uyğun olan məzmunu önə çıxarır.
istifadəçilərin inamına uyğun olan deməli məzmunu önə çıxarır. Bu isə eyni düşüncəli mühitlərin yaranmasına səbəb ola bilər. Daha doğrusu eyni düşüncəli mühitlərin, yəni eko kameraların yaranmasına səbəb ola bilər. Echo chambers var bax məsəl üçün burada. Bu da eyni düşüncəli mühitlərin eko kameraların yaranmasına səbəb ola bilər. This can limit exposure to diverse perspectives and increase polarization in society. Deyir ki, bu da fərqli baxış bucaqlarına çıxışı məhdudlaşdırır. Yəni eyni düşüncəli belə deyib. Burada deməli deyirdi ki, algoritmlər istifadəçilərin inanclarına uyğun eyni məzmuna olan məzmunu önə çıxarır. Və bu sonuncu cümlədə deyir ki, bu da fərqli baxış bucaqlarına çıxışı məhdudlaşdırır və cəmiyyətdə qütbləşməni artırır. What is one effect social media algorithms mentioned the text? Yəni sosial media algoritmlərinin mətndə qeyd olunan təsirlərindən biri hansıdır? Baxırıq. Increased advertisement prices. Reklam qiymətlərinin artması, elan qiymətlərinin artması, burada belə bir məqama rast gəlmədik. Stronger internal signals, internet siqnallarının güclənməsi, belə bir məqama da rast gəlmədik biz. Creation of echo chambers, bəli, echo chambers, echo kameraların yaradılmasına bağlı məqama rast gəldik. Baxın, creating echo chambers. Less need for news agencies, xəbər agentliklərinə ehtiyacın azalması, bu da yoxdur. Decline in internet users, internet istifadəçinin sayının azalması, bu da yanlışdır. Əksinə sosial medianın belə deyək istifadəsinin artması təbii ki, internet istifadəçinin sayının artmasına da səbəb olub. Yəni, bu fikir ümumiyyətlə yanlışdır. Heç mətni oxumasaq da belə. Decline da azalma deməkdir. Bunu yadda saxlayaq. 6-cı mətnimizə baxırıq. Global migration is driven by various factors including economic opportunity, political instability and climate change. Qlobal miqrasiya iqtisadi imkanlar, siyasi qeyri-sabitlik və iqlim dəyişikliyi kimi müxtəlif amillərlə yönəldilir, idarə edilir. While it can bring cultural enrichment and economic benefits, it also creates challenges for host countries such as integration policies and public service demands. Bu mədəni zənginlik və iqtisadi faydalar gətirə bilər. Cultural enrichment, mədəni zənginlik, economic benefit, iqtisadi fayda gətirə bilər. Lakin qəbul edən ölkələr üçün inteqrasiya siyasətləri və ictimai xidmətlərə tələbat kimi çətinliklər də yaradır. Baxarıq indi sualımıza. What is one challenge for host countries due to migration? Miqrasiya ilə bağlı, yəni bu miqrasiya, yəni köçüb gələnləri qəbul edən ölkələrin üzləşdiyi çətinliklərdən biri hansıdır? Bax, burada deyirdi, çətinliklər var. Host countries üçün olan çətinliklər yaradır. Hansıları idi? Integration policies, inteqrasiya demək siyasətləri və public service demands və ictimai xidmətlərə tələbat kimi. Baxaq indi A variantına. Lack of communication devices, rabitə vasitələrinin çatışmazlığı, kommunikasiya vasitələrinin çatışmazlığı yanlışdır. Decrease cultural diversity, mədəni müxtəlifliyin azalması, belə bir məqamda görmədik. Əksinə, miqrasiya nəticəsində mədəni müxtəlifliyi artır. Pressure on public services, ictimai xidmətləri təzyiqin artması. Bax, burada C variantı düzgün cavabdır. Çünki pressure on public service nədir? İctimai xidmətlərə təzyiq, yəni ictimai xidmətlərə olan tələbatın artmasıdır. Baxın, public service demands. Bax, bu kimi tələblər, ictimai xidmət olan tələbatlar, yəni kimi çətinliklər yaradır. Ona görə C düzdür. Reduce economic activity, iqtisadi fəallığın azalması, belə məqam görmədik. Few və social interactions, sosial ünsiyyətin azalması, bu da yanlışdır. Belə məqama da burada toxunulmuyor. 7-ci mətnimizə baxırıq. Scientific research often depends on funding from both public and private sectors. Elmi tədqiqatlar çox vaxt dövlət və özəl sektorun maliyyəsi ilə aparılır. While private investments can speed up progress, they may also influence research goals. Özəl investisiyalar irəliləyişləri sürətləndirə bilər. Lakin eyni zamanda tədqiqat məqsədlərinə də təsir göstərə bilər. This has led to concerns about objectivity and the prioritization of profitable outcomes over scientific value. Bu isə obyektivlik və elmi dəyərdən çox gəlirli nəticələrin ön plana çəkilməsi ilə bağlı narahatlıq doğurur. Yəni, elmi tədqiqatların dövlət və özəl sektor, xüsusilə də özəl sektorlar vasitəsilə aparılması. Özəl investisiyalar, verilən məsəl üçün pul yatırımları, elmi tədqiqatlara qoyulan pul yatırımları onların inkişafını, irəliləyişini sürətləndirə bilər. Amma eyni zamanda obyektiv ola biləcəkmi deyə bir sual yarada bilər, narahatlıq doğura bilər və yaxud da elmi dəyərdən çox gəlirli nəticələrin ön plana çəkilməsi kimi narahatlıq yaradır. What's the potential problem with
with private funding in research. Baxın, burada problemi soruşur. Özəl maliyyələşdirmə ilə bağlı mümkün bir problem nədir? It slows down innovation. Deməli, deyir ki, innovasiyanı ləngidir. Belə bir məqam yoxdur. It increases, deməli, equipment costs. Avadanlıq xərclərini artırır. Belə məqam da yoxdur. It may influence research priorities. Bəli, tədqiqat, deməli, prioritetlərinə təsir göstərə bilər. C variantı burada düzgün cavabdır. Çünki burada, baxın, nə var idi? Profitable outcomes. Yox, daha doğrusu, bax, burada research costs. Bax, burada buydu. May influence. Yəni, onun üstünlüklərini kimi burada qeyd olunur ki, while private investments can speed up progress. Burada deyir ki, özəl investisiyalar inkişafı sürətləndirə bilər, amma həmçinin də tədqiqat məqsədlərinə də təsir göstərir. Və burada da tədqiqat prioritetlərinə təsir göstərə bilər. Çünki elmi tədqiqatların əsas məqsədi həqiqətən də elmi araşdırma aparmaqdır, düzdürmü? Amma özəl, belə deyək, sektorlar tərəfindən maliyyələşdirəndə artıq obyektivlik və yaxud da ki, elmi dəyərdən daha çox gəlirin ön plana çıxması, gəlirli bir nəticənin əldə edilməsinin ön plana çıxarılması narahatlıq yarada bilər, problem yarada bilər. Ona görə də, yəni tədqiqat üstünlüklərinə təsir göstərə bilər, prioritetlərinə təsir göstərə bilər. It limits access to education, təhsilə çıxışı məhdudlaşdırır. Yəni, bunun heç əlaqəsi yoxdur. Belə bir məqam ümumiyyətlə burada toxunulmadı. It eliminates peer review, elmi rəyləri aradan qaldırır. Yəni, bu da belə bir məqam görmədik biz burada. İki problem gördük. Bir, obyektivlik, bir də elmi dəyərdən çox gəlirli nəticələrin ön plana çəkilməsi. 8-ci mətnə baxaraq, modern education is increasingly focusing on skills like critical thinking and collaboration. Müasir təhsil getdikcə tənqidi düşüncə və əməkdaşlıq kimi bacarıqlarına yönəlir. Traditional memorization-based learning is being replaced by project-based and experiential learning methods. Demək deyir ki, ənənəvi yaddaşa əsaslanan öyrənmə üsulları layihə əsaslı və təcrübəyə əsaslanan təlim metodları ilə əvəz olunur. Hal-hazırda da kurikulum sistemində də biz bunu öyrənirik, görürük. Daha sonra, this shift aims to better prepare students for real-world challenges. Bu dəyişiklik tələbələri real dünya problemlərinə daha yaxşı hazırlamaq məqsədi daşıyır. What's the goal of the shift in education methods? Yəni, deyir ki, təhsil üsullarındakı dəyişikliyin məqsədi nədir? Bu təhsil metodlarında olan dəyişikliyin məqsədi nədir? Yəni, ənənəvi yaddaş əsaslanan öyrənmə üsulunun artıq layihə əsaslı öyrənmə üsuluna keçməsini. Baxaq. Bu məqsəd nədir? Yəni, to shorten school years, məktəb illərini qısaltmaq. Bu haqda heç söhbət belə getmədi. To improve memory test, yaddaş testlərini yaxşılaşdırmaq, əlaqəsi yoxdur. To prepare students for real life situations, tələbələri real həyatda qarşılaşacaqlar vəziyyətlərə hazırlama. Bəli, C variantımız düzgün cavabdır. Baxın, prepare students for real world challenges. Bu doğrudur. To reduce the number of teachers, müəllimlərin sayını azaltmaq, yazıq müəllimlər. To limit access to education, təhsilə çıxışı məhdudlaşdırmaq da əlaqəsizdir. Daha sonra 9-cu mətnə baxırıq. Cultural heritage sites are crucial for preserving history and identity. Mədəni irs abidələri, deməli, mədəni irs abidələri tarixin və kimliyin qorunması üçün vacibdir. However, many are at risk due to urbanization, tourism and conflict. Lakin bir çoxu şəhərləşmə, turizm və münaqişələr səbəbindən risk altındadır. Daha sonra, international organizations work to protect these sites, but local engagement and sustainable practices are key to their survival. Beynəlxalq təşkilatlar bu abidələri qorumaq üçün çalışsalar da, baxırıq, beynəlxalq, deməli, təşkilatlar bu abidələri qoruyub saxlamağa çalışırlar, yəni, amma yerli iştirak və davamlı təcrübələr onların yaşaması üçün əsas şərtdir, yəni açarıdır, yəni onların qorunub saxlaması, mövcud olması üçün açardır. What threatens cultural heritage sites? Deməkdir ki, mədəni abidələrin nə təhlükə altını salır? Better transportation systems, daha yaxşı nəqliyyat sistemləri niyə təhlükə altına salsın ki? Əksinə, nəqliyyat sahələri yaxşıdırsa, deməli, gediş-gəliş istənilən abidəyə gedib gəlib nəzarət etmək və yaxud da ki, baş çəkmək mümkündür. Increased birth rates, doğum səviyyəsinin artmasının bu abidələrlə mədəni abidələrlə nə əlaqəsi var? Urban development and conflict, şəhərləşmə və münaqişələr. Bəli, C variantı düzgün cavabdır. Bax, burada var idi bu. Deməli, urbanizasiya, baxın, turizm və münaqişə, bax, burada münaqişə də var. Urban development and conflict.
Yəni urbanizasiya, turizm və münaqişə səbəbindən risk altındaydı çünki. Deməli, C variantı düzgündür. Risk altındadır və bunu deyir ki, nə belə deyək təhlükə altına salır. C düzdür. D variantına baxırıq. Lack of educational programs, təhsil proqramlarının olmaması, əlaqəsi yoxdur. Growth in wildlife populations, yabani heyvanların sayının artması, bu da heç əlaqəsi yoxdur mədəni irs abidələrinin qorunub saxlanması üçün. 10-cu mətnimizə baxırıq. Nutrition plays a vital role in mental and physical health. Qidalanma həm zehni, həm də fiziki sağlamlıq üçün mühüm rol oynayır. Mental and physical health. Mental və fiziki sağlamlıq üçün mühüm rol oynayır. Diets high in processed foods have been linked to issues like depression and obesity. Deyir ki, emal olunmuş qidalarla zəngin pəhriz depressiyaya və piyləmə kimi problemlərlə əlaqələndirilir. Yəni, burada zəngin pəhriz deyəndə əksərinə bol qidalanma nəzərdə tutulur. Daha sonra deyir, health experts advocate for balanced diets rich in whole foods, fruits and vegetables to maintain overall well-being. Sağlamlıq deyir mütəxəssisləri, səhiyyə mütəxəssisləri, ümumi rifahın qorunması üçün meyvə, tərəvəz və tam qidalarla zəngin, balanslı pəhrizi tövsiyə edirlər. 10-cu suala baxırıq, mətnin sualına baxırıq. According to health expert, what helps maintain well-being? Sağlamlıq mütəxəssislərinə görə rifahı qorumağa nə kömək edir? A variantı. Consuming more processed foods. Daha çox emal olunmuş qidaların qəbulu. Yəni, əksinə, daha çox emal olunmuş qidalar, əksinə orqanizmi üçün zərərli idi, çünki depressiya və şişmanlığa gətirib çıxarırdı. Bu yanlışdır. Avoiding all fats, bütün yağlardan uzaq durmaq. Burada elə bir məqam yoxdur. Yəni, insan orqanizmi yer gəndə yağ da qəbul etməlidir. Deməli, bu da yanlışdır. Eating a balanced diet with whole foods. Bəli, bax, burada deyir ki, bütün qidalarla qidalana bilərsən, amma balanslı bir pəhrizin olmalıdır. Yəni, sən meyvə də yeməlisən, tərəvəz də yeməlisən, eyni zamanda qidalardan da qəbul etməlisən. Sadəcə bu balanslı şəkildə olmalıdır. C düzdür. Skipping meals regularly deyir ki, davamlı olaraq yeməkləri buraxmaq. Məsəl üçün, hər hansı gündüzdə yeməyini yeməmək və yaxud da ki, səhər yeməyini yeməmək. Bu da doğru deyil, ümumiyyətlə. Drinking only energy drinks deyir, yalnız enerji içkiləri içmək bu ümumiyyətlə yararlı deyil. Yəni, insan rifahı üçün enerji içkiləri ümumiyyətlə ziyandır. Yəni, faydasızdır. Deməli, balanslı bir pəhriz, bütün qidalardan ibarət balanslı pəhriz yemək. Yəni, pəhriz yeməkləri ilə qidalanmaq. Deməli, C variantı düzgün cavab oldu. Belə, əziz müəllimlər, bununla da biz mətnlərimizin izahlarının sonuna gəlib çatdıq. Ümid edirəm ki, sizin üçün faydalı oldu. Kanala abunə olub, eyni zamanda bildirişləri açıq qoyun ki, videolar paylaşanda görə biləsiniz. Kanala da abunə olmağı unutmayın. Daha sonra isə hər hansı bir sualınız, təklif və xahişiniz, hər hansı bir iradınız varsa, şərhlər bölməsində qeyd edə bilərsiniz. Uğurlar hər birinizə.